Bakı səslənir hər yerdən. Bakı sən gözəlsən əzəldən. Bakı hər an gözləyir bizləri. Gözəllər şəhəri gözəli. Bu məktubu vətəndən, Bakıdan və Bakıdakı ən sevdiyim küçədən yazıram. Burada balaca bir kafe shop'a oturub xatirələrimi açmışam. Bugün Bakıda son günümdür. Sabah artıq uçuşum var. Bu Azərbaycanı tərk etdikdən sonra geri dönüb ən uzun burada qaldığım vaxt oldu. Deyəsən bu dəfəki gedişim də ən uzun olacaq. Bəlkə də geri dönüşü heç olmayan bir gediş. Bilmirəm. Mən ssenari dramaturgiya təhsili almışam və hekayə yazanda qəhrəmanın yolu bizə Joseph Campbell'ın məşhur bir strukturu əsasında öyrədilib. Qəhrəman öz komfort zonasından ayrılıb yola çıxır və bütün kədərli və xoşbəxt proseslərdən keçdikdən sonra mütləq şəkildə başladığı yerə geri qayıdır. Amma bu dəfə tamamilə dəyişmiş halda. Bakıya bu dəfəki qayıdışım da mənə bunu xatırlatdı. Yenə başladığım nöqtədəyim. Amma nələr dəyişib. İndi balaca Zeynəbin gəzişdiyi, xəyallar qurduğu bu küçədən keçir, o an qurduğu xəyalların necə saf, balaca arzular olduğunu özümə xatırladıram. Biz böyüdükcə arzularımız da böyüyür, dərdlərimiz də. Amma məsələ içimizdəki kədərin böyüməsi ilə birlikdə kədərə qarşı rəftarımızın da dəyişməsidir. Artıq balaca Zeynəb kimi o kədərin içimə yayılmasına icazə vermir, sən o dairənin ən qaranlıq quyusunu görmüsən, sonra yenə günəşli günlər gəlib deyərək özümü sakitləşdirirəm. Azərbaycanda olmaq mənim üçün dostlarımla görüşmək, mənə doğma olan yeməklər yemək, travmalarımla üzləşmək, ailəmi görmək arzusu ilə ailəmlə rastlaşmaq qorxusu arasındakı dərin boşluqda itib qalmaq deməkdir. Öz doğma şəhərində gizlənərək yaşamaq, zövq aldığın hər an gözünlə ətrafı yoxlamaq, təhlükədə hiss etmək o qədər də ürək açan duyğu deyil. Amma bütün bunlar bura olan sevgimi azalda bilmir. Yenə gəlir, yenə doğmalıq hissimi burada tapıram. Ben sana can dedim, sen de dedin can. Alış, beş koduna sen de yan. Ben sana can dedim, sen de dedin can. İndi alış, beş koduna sen de yan. Sen vay vay vay, indi başka yerde yan. Nereden olmam, nereden yana sanırım. Sizler nasıl bir gözü Nereden Allah, nereden yana sal beni. Yana sal beni, yana sal beni. Vay vay vay. Mənim siyasi həssaslığım hərdən insanları çaşdırır. Zaman-zaman hökumətlə ölkəni ayıra bilməyən cahil insanlar mənim Azərbaycana nifrət etdiyimi düşünür. Hələ bunu açıq-açıq deməyə cəsarəti də göstərirlər. Bu mənim üçün həm gülməli, həm də ağlamalıdır. Bu insanlar başa düşmür ki, bu ölkəni, bu xalqı məndən daha çox sevən ola bilməz. Azərbaycanda olduğum müddətcə regionları gəzir, həmişə də avtostop edirəm. Xalqla söhbət edir, dərdlərini soruşuram. Buna çox təəccüblü qarşılıq alıram. Hərdən insanlar mənimlə elə şəxsi problemlərini paylaşırlar ki, baxıram ki, ölkədəki insanların həqiqətən əsl necəsən sualına ehtiyacı var. Yalandan kəfalı olsun deyə yox. Hə, avtostopla gəzmək özdə Azərbaycanda çox başqa səfərdir. Bakıdan Dağıstan sərhəddinə qədər getdiyimiz avtostopda bizi Udinlərdən olan Saşa, İvanovkalı Rus olan Denis, Ləzgi dayday olan doktor öz maşınlarında apardı. Bizə öz mədəniyyətlərindən, dillərindən danışdılar. Sizin adınız necə oldu? Mənim adım Aleksandrdır. Qayılarsa Saşa deyirlər. Yəni Aleksandra Saşa, hə də. Bir dəfə polis gələr izahat yazmağa. Deyir Saşa gəl sən də yaz.
Geçən əvvəl gəlib pasport gətirəndə baxdım bu Saşa yazır diyor. Nə yazırsan? Mən adı yazıram da, deyirəm mənim adım Aleksandrdir. Səməd Vurğun bizim kəndimizə gəlir. Özü güclü ofisi olur. Aha. Bizim kolxozun sədrindən dost olur. Gəlir, gəzir, görür çox səfalı yerdə. Kənddə bax, buradan baxanda görürsən, deyir, bax, düz o iki dağın arasında Talistan kəndidir. Bax, dedik, oradan gəldik biz. Orada da bədahətən gəlir, deyir, ormanlar, yəni meşəndir. Ormanlar içində durur Talistan. Ona ilk baxışda vurulur insan. Günəş bu yerdə qalxır atına, yüksəlir göylərin 7 qatına. Bu yurdun havası, suyu sərindir, keçdiyim dərələr göydən dərindir. Baxdıqca insanın gözü qaralır, şair olmayanda xəyala dalır. Yəni şair olmayanda xəyala dalır. Bravo. Burada qayaların başdır suvağı, hər daşın üstündə qartal caynağı, hər caynaqlı daşın bir buz bulağı, burada hər bulağın qonağı vardır. Harada saydığım bu gözəllik varsa, orada İsmailli torpağı vardır, orada Azərbaycan torpağı vardır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin Musa Yaqub. Son günüm. Yok. Yok. Ne kadar borcumuz? Lütfen. Ya söyle. Aslan rica ediyoruz ama. Kaka canı yok. Öyle gelmiyor. Yok. Allah Allah. Keşke kartla ödeseydik ya. Aa, evet ya. Bak bağladın. Tamam. Çok sağ olun. Bağladın. Bak buna avtostop deyirlər uşaq. Teşekkür ederiz. Onda baxırsan ki, təbiəti kimi insanı da rəngarəng və gözəldir bu torpaqların. Və mən dünyanın harasında oluramsa olum, həmişə buranın dərdini çəkib, sizi lap bezdirmiş də olsa, hər siyasi problemində qışqıra-qışqıra danışacağam. Bağışlayın, amma sizə pis xəbərim var. Problemləri ört-basdır etmək, sadəcə öz şəxsi həyatını düşünmək, arada da Qarabağdan story paylaşmaq vətənpərvərlik deyil. Bu ölkədə necə sənə möhtac milyonlarla insan var. Hanım bax, xoş gəlmişsiniz məndəmə, Qəbələvəyə məmləkəsi rəsmə. Qəşək mürəbbələrimiz, turşularımız var, mürəbbələrimiz var. Kəhliyotu var, bax, belə qəşək mikslərimiz var. Şəxsən özüm yemeğini hazırlayıram, bax bu. İçində 20 sort ot var, hər bir şey var. Kəhliyotçu var, nanəsi, gül xətmi, ramaçkası, hər bir şey var. Gəlin bizdən alın, nə istəsəz hörmətli verəcəksiniz. Çox sağ olun. Sağ olun. Tamam onları bir tane şeyle 3'ten 0'a kadar bir tane sayar. 3, 2, 1, Sabina Ayşe. Keçək mənim Bakı günlərimi. Son 2 ildir ad günümdə Azərbaycandan uzaqda olduğum üçün dedim ki, 3 yaşımı elə burada, öz dostlarımla birlikdə qeyd edim. Ad günümdən sonra özümü çox sevməyə başladım. Elə qəribə bir mühit yaranmışdı ki, hərəsi fərqli dünya görüşündə, fərqli ixtisasa, fərqli inanclara sahib insanlar bir araya gəlmişdi. Digər ki, bu bir-birindən çox fərqli olan insanlar bir-birlərini çox sevməkləri ilə, birlikdə doyunca əylənməkləri ilə mənə ətrafıma nə qədər anlayışlı, tolerant, məni və dünyanı sevən keyfiyyətli insanlar topladığımı sübut elədi. O sana hiç gerek değil.
dəfə ki Bakı səyahətimin son günləri dostların həbsi, işimə qarşı təhlükənin artması və öz işimə daha da böyük bir ehtirasla bağlanmağımla keçdi. Yenə yollar məni gözləyir. Siz bu məktubu dinləyəndə mən Bakıdan çox uzaqda, artıq yeni hekayə üçün yola çıxmış olacağam. Başlanğıc nöqtəsi isə həmişə Bakıdır. Qəhrəmanın dönüb, dolanıb qayıdacağı nöqtə. Məni zaman-zaman balaca Zeynəblə üzləşdirmək üçün geri qaytaran, öz doğma dilində danışıb, öz doğma yurdunda olmaq hissinin zövqünü verən şəhər. Yolları seçirsən, kaçmayı. Hansı biri kavuşmamı ister ki? Daha romantik, sakit və şən Zeynəb olmağı istəyərdim. Amma mən alışmaq, normallaşdırmaq, necə deyərlər, başını aşağı salıb yaşamaq istəmirəm. Bağışlayın. Bakı, Bakı, səslərin hər yerdən. Bakı, sən gözəlsən əzəldən. Bakı, hər an gözləyir bizləri. Gözəllər şəhəri, şəhər gözəli.